Şəkidə su və kanalizasiya sisteminin yenidən qurulması, aqroparkın suvarma suyu ilə təmin olunması, Cəyirli su anbarının yenidən qurulması, eləcə də 33 kənddə subarteziyan quyularının qazılması, sel daşqın sularının mühafizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Şəki su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən tədbirlər davam etdirilir. Rayonun Quruçay, Şirinçay, Daşal çay ərazilərində seldən mühafizə tədbirləri görülmüşdür. Demək olar ki, Quruçayda seldən mühafizə tədbirləri artıq yekunlaşmışdır. Bunun sayəsində rayonun baş Göynük kəndi tamamilə seldən mühafizə olunmuş. Uzun illər ki, bu problemi yaşamaq da davam edirdi həmən kənddə. İdarənin əsas vəzifələrindən biri də mövsümi işlər olaraq sel və daşqınlara qarşı mübarizə tədbirləridir. Bu işlər əsasən yaz və payız aylarında həyata keçirilir. Rayon ərazisindən axan dağ çaylarında sel sularının yaşayış məntəqələrinə, eləcə də əkin sahələrinə vura biləcəyi ziyanın qarşısını almaq üçün məcra təmizləmə işləri görülür. Artıq şəhərin 70% hissəsi standartlara uyğun içməli su ilə təmin olunur. Demək olar ki, 24 saat şəhərin 70% hissəsi günün 24 saat içməli su ilə təmin olunur. Qalan hissələrdə isə artıq bu yaxın günlərdə yeni layihə başlanılacaq. O cümlədən kanalizasiya sistemində bilirsiniz ki, şəhərin aşağı hissəsində kanalizasiya təmizlənmə qurğusu inşa olunmuş. Orada da işlər 50% yerinə yetirilmişdir və həmən yeni başlanılacaq layihə çərçivəsində də həmən işlərin görülməsi nəzərdə tutulmuşdur. 2019-2023-cü illərdə Şəki şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şəki şəhərinin Mirzə Fətəli Axundzadə, Nərman Nərmanov, eləcə də digər küçələrində ümumi uzunluğu 65 kilometr olan müxtəlif diametrli su xətləri, ümumi uzunluğu 50 kilometr olan kanalizasiya xətləri tikilib və həmin ərazilərdə yaşayan vətəndaşlar dayanıqlı su ilə təmin olunub. Qeyd edək ki, Şəki rayonunun kəndlərində 2019-cu ildə 3 ədəd, 2020-2021-ci illərdə 1 ədəd, 2023-cü ildə isə 1 ədəd subarteziyan quyuları qazılaraq istismara verilib.